Hər gün namaz qılırıq biz. Niyə görə bunu eləyə bilirik biz? Bilirsiniz niyə görə? Çünki biz hamımız qəti qərarlıyıq ki, namaz qılıb oruç tutaq. Əgər biz qəti qərarlı olmasaq, günün bir rükət namazını qıla bilmərik. Elə bir Allahın lütfu deyil. Elə bir Ramazan ayında oruç tutub Allahın lütfu deyil. Niyə bunları həmişə eləyirik? Çünki biz hamımız şuuraltıda qərarlıyıq ki, mən namazda qərarlıyam, orucda qərarlıyam. İndi mən sizə deyirəm, bütün işlərdə belə qərarlı olsan, bütün o işləri gündəlik namaz və oruc kimi görəcəksən, olacaqsan arif övliya. Bu sözün deyəsən, yəqin ki, sizə deməmişdim. Mən sual verirəm, gündə necə namaz qılırsan? Heç namazda qılıram, heç nə yox, lütf lazımdır. Bir dəqiqə lütfün nəzərini çəksə, and olsun Allah, 2 rükət namaz qıla bilmərik. Necə ki, bəziləri qıla bilmir. Dünən qılırdı, bugün qılmır. Niyə mən qıla bilirəm, başqası yox? Çünki bu məsələdə bəl qərarlıyıq. Hələ ki qərarlıyıq.